Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Sələsun mən kunnə fihi fəhvə münafiq. Hər kimdə bu üç xüsusiyyət olsa, o şəxs münafiq sayılar. Və in samə və sallə və həccə və ətəmərə. Baxmayaraq ki, o şəxs oruç tutur. Baxmayaraq ki, o şəxs namaz qılır, həcci yerinə yetirib, ümrə ziyarət yetirib. Yəni, bu əməlləri yerinə yetirsə belə, üç xüsusiyyət onda varsa, Peyğəmbər buyurur, fəhvə münafiq, o münafiqdir. Birinci nə idi? Və qalə inni muslim. Və o şəxs deyir ki, mən müsəlmanam. Namaz qılır, oruç tutur, həcc edir, ümrə edir və eyni zamanda deyir ki, mən müsəlmanam, bu iddiadadır. Amma onda üç dənə xüsusiyyət olsa, bunların hamısının üstündən xətt çəkilir və o şəxs münafiqdir. Onlar, o əməllər hansıdır? İzə həddəsə kəzibə. O şəxs ki, danışanda yalan danışar. Bir. Və izə vəədə əxləfə. Birinə vəd verərsə və o vədin xilafına çıxarsa. İki. Üçüncü və izə utuminə xanə. Ona bir şey əmanət verilərsə və o da ona xəyanət edərsə, bir şəxs də bu üç, yəni danışanda yalan danışar, vəd verəndə vədinə xilaf çıxar, ona biri əmanət verərsə, əmanətinə xəyanət edərsə, bu üçündən biri, yəni bir şəxs olsa, Peyğəmbər buyurur ki, o şəxs münafiqdir. Yəni ondan ehtiyatlı olun, özünüzü o şəxslərdən qoruyun.